Hidrometeoroloji Proqnozlar Bürosundadır İlkin. Sabahın xeyir olsun İlkin. Bu hava necədir? Salam, hər vaxtınız xeyirli olsun Rahil və Sevda. Bu hava burada istidir, amma artıq xəbərdarlıq elan olunub və ölkə ərazisində hava şəraiti dəyişəcək. Elə qurumun rəsmisi Gülşad xanım yanındadır. Ətraflı məlumatları Gülşad xanım sizə verəcək. Gülşad xanım, hava şəraiti ilə bağlı məlumatları sizdən alır. Salam, hər vaxtınız xeyir olsun. Bəli, çox doğru qeyd elədiniz. Artıq bugün 13-də hava şəraitinin qısa müddətə dəyişəcəyi gözlənilir. Artıq gecə saatlarından başlayaraq bəzi bölgələrdə yağış yağması müşahidə olunur. Bugün gün ərzində bəzi rayonlarda arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə isə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Və qərb küləyi gündüz saatlarında bəzi bölgələrdə arabir güclü olacaq. Və havanın temperaturu gündüz saatlarında 20-25, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq. Bu yağıntılar qeyd etdiyimiz kimi qısa müddətli olacaq. Bu gün axşam saatlarında əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. 14-ü və 15-də bəzi bölgələrdə əsasən yağmur hava şəraiti müşahidə olunsa da, lakin bəzi şərq rayonlarında gecə və səhər saatlarında, xüsusən də Quba-Qusar və Lənkəran zonasında qısa müddətli yağış yağacağı ehtimal olunur. Və Bakı və Abşeron yarımadasında hazırda müşahidə etdiyimiz kimi zəif şimal-şərq küləyi, yağmur hava şəraiti müşahidə olunur. Lakin axşam saatlarında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bu da qısa müddətli olacaq. Sabah səhər saatlarında külək tədricən zəifləyəcək. Gündüz saatlarında mülayim şimal-şərq küləyi əsəcək. Və axşam, bugün axşam və 13-dən 14-ə keçən gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı da ehtimal olunur. Sabah 14-ü gündüz saatlarında hava şəraitinin dəyişkən bulutlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 19-23 dərəcə isti olacağı gözlənilir. Gülşad xanım, bəzi saytlarda qeyd olunub ki, qurumdan bildirilir ki, sulu qar yağacaq ehtimalı var rayonlarda. Bu nə dərəcədə doğrudur? Rayonlarda bəli qeyd etdiyimiz kimi yağıntılı hava şəraiti müşahidə olunacaq. Yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olması da ehtimal olunur ki və yüksək dağlıq ərazilərdə havanın temperaturunun aşağı enməsi və bununla əlaqədar da yüksək dağlıq ərazilərdə yağıntının, yəni yağışın sulu qara keçəcəyi ehtimalı var. Sevda və Rahil, əgər hər hansı bir sualınız yoxdursa... Yox, təşəkkür edirik. Ətraflı məlumat verdi kifayət qədər. Onsuz da Gülşad xanım artıq professionallaşıb bu sahədə. Ona əlavə suala verməyə ehtiyacı olmur. Çünki özü ətraflı danışır. Bu cür liftlərə nə vaxt növbə çatacaq, bunu zaman göstərəcək. Hələ ən azı proses gedir. Yeni liftlər də alınır. İnsanların da həyatı gedir. İnsanlar da həyata gedir. İnsanlar gözləyirlər, liftlər də gözləyir. Yeni liftlər alınıb ki, köhnə binalara yerləşdiriləcək həmin liftlər.